Salam, mən Fidan. Bu video 10 dəqiqə çəkdim və sonra mikrofonun işləmədiyini fərq elədim. Danışdığım hər şeyi unutdum. Sorry. Bu video hardan ağlıma gəldi, hardan əsdi? Deməli, mən bunu bayaq refresh elədiyim üçün memoridə əzbər kimi danışacağam sizə. Sizə gözlə. Sizdə biri yoxdur. Öz-özümə danışıram. Deməli, mən 18-əm və yaxında 19 olacağam. Artıq bir aydan az qalıb. Və mənim məqsədim o idi ki, 19 olana qədər 18-in dadını çıxardacaq aktivitelər eləyim. Yadda qalan və bunları YouTube-da paylaşım. YouTube-da paylaşmaq da ağlımda deyildi. Sadəcə onları daha yadda qalan eləmək üçün bir yerdə dursun onlar. Əsas məqsədlərimdən biri də bir 5 il sonra dönüb baxmaqdır bu videolara. Yəni ağlımda elə bir şey yoxdur ki, mən YouTuber olacağam ya da davamlı videolar atacağam. Prosta xatirə qalsın deyə bir növ atıram bura. Plus özüm də xoşlayıram vlog çəkməyi ya da yemək bişirərkən video çəkməyi çox sevirəm ya da idman eləyərkən ya da zaten elədiyim şeyləri privə atıram prosta. İstədim YouTube-da qalsın. Heç kim baxmasın bana. Yəni bir nəfər baxsa belə I don't care. İstəyirəm ki, bu videolarda özüm haqqında, vəziyyətim haqqında, ətrafımda kimlər var, nə düşünürəm, karyeram haqqında nə edirəm, bunlar haqqında öz düşüncələrimi deyim. Bir neçə il sonra geri baxanda demək istəyirəm ki, boşuna narahat olmuşam ya da yaxşı ki, bunları eləmişəm, özüm üçün yatırımları eləmişəm. Bu tip şeylər haqqında. Başqa nədən danışdığımı unutdum, amma söhbət sarmışdı bayağı. Necə sarmır. Söhbət haralardan bura gəldi. Mən anı yaşamağı bacarmayan biriyəm. Qorxunc bir şeydir. Vaxt çox tez keçir və xəbərində olmursunuz. Əsas da bu yaşlarda. 17 yaşımda həmişə qalmaq istəyirdim. 18 mənim üçün çox böyük yaş gəlirdi. Məsuliyyət kimi, böyümək kimi. Amma bu dəqiqə 18-in necə keçdiyini heç bir fikrim yoxdur. Düzdür, çox nailiyyətlərim var. 18-imdə bunları elədim deyə biləcəm. Amma istəyirəm biraz artırım bunları, yadda qalan eləyim 18-imə və bunu burada paylaşım ki, anı yaşaya bilim. Başa düşdünüz necə? Paylaşım və görüm ki, hə, bunu eləmişəm, bu burdadır. Çox araşdırma eləmişəm, anı yaşamaq, anda qalmaq və gördüyün 5 şeyi deməm. Cidden işə yarayan şeylərdir, amma tənbəllikdən unuduruq, eləmək istəmirik. Ya da çox məşğul oluruq. Beynimiz çox məşğul olur bunları eləmək üçün. Ona görə də anı yaşaya bilmirik. Hər dəfə getdiyim universitet yollarında o qədər saata baxa-baxa getmişəm ya da tələsə-tələsə getmişəm ki, gecikməyim ki, hər dəfə gecikirəm. Amma gecikdim də 5-10 dəqiqə gecikirəm. Bundan ötürü niyə narahat olursan ki? 5 dəqiqə gecikirəm, heç nə olmur. Prosta işte gecikdin, pis bir şey olacaq. Belə mentalitetdəyəm. Hə, amma o yollarda məsələn yaxşı tanımıram. Hər dəfə getdiyim yolda başımı qaldırıb baxmıram ki, haradan keçirəm. Çünki ağlım başqa yerlərdə olur. Ya telefona baxıram, ya çox dərin düşüncələrdə oluram. Belə. Bir də anı yaşamaqda ən çox mane olan şeylərdən biri də onu düşünürəm ki, mahnılardır, qulağınızda naşük olması və yol boyu mahnıya qulaq asmaq. Hal-hazırda həyatım haqqında qısa məlumat verim. Özümü gələcəkdəki özümlə danışırmış kimi ona hitabən danışacağam. İmtahan ayındayam. Bir imtahanı verdim, 4-ü qaldı. Digəri də ayın 11-idir. Yəni 2 gün sonra aptis imtahanı verəcəm. Aptis imtahanı UNEC-in yeni çıxartdığı qaydadır və buradan B1 almasan kəsilirsən. Level check imtahanıdır bir növ. British Council götürəcək. Mən rahatam. Çünki level checklərdə həmişə B1 çıxmışam. Özüm də B1 hesab edirəm zaten. Düşünürəm B1 ilə B2 arasında çox da belə bir şey yoxdur. Ki B2-ni zaten anlayıram. Prosta dərk eləməmişəm. Buradan 100 alsam ortalamam bayağı qalxacaq. Ortalamam 85-dir bu arada. 88 idi birinci kurs. Düşdü 88-ə, hamısı maliyyəyə görə. İdmana yenidən başladım. 3-cü ayımdayam. Əvvəl 3 gün gedirdim.
İndi 4 elədim. Çünki artıq evdəyəm. Evdə çox zorbalanıram. Atam 4 gün getməyimə qarışır. 4 gün nəyə gedirsən? Əzərlərim yorulur. Mamam yeməyimə qarışır. Nə qədər yeyirsən, az ye. Amma mən qulaq asıram. Çünki trust the process. Artıq 4 kilo almışam. Clean bulk'la almışam. Starting yəni asan deyil. Durum gedim hazırlaşım. Sizə də bəzən də ağlımda var ki, yemək vlogu çəkə bilərəm. Gündəlik yediklərimi sizə göstərə bilərəm. Kalorilərini falan hesablamağı göstərə bilərəm. İdmanda bəlkə göstərim. Bəlkə. Bundan da götürək. Görmüşəm ha. Şu adını aldım. Marjinal yazılar. Ton balığı salat. Ben bunu evde təbii daha ucuz hazırlayarım. Burada da səhər yeməyi soğanları var. Sizi yenidən salamlayıram. Alışveriş elədim. Eve gəldim, yemək hazırlayıb yedim. Amma yeməyimi göstərə bilmədim. Bura qoyuram yediklərimin kalorilərini. Ya da bura. Otağımın görünməmək üçün maksimum effort edirəm. Çünki hələ toplamamışım otağımı. 3 yumurta, biraz çörək, biraz portakal suyu. Mən biraz fıstıq əzməsi yedim. Meyvə suları bu arada kurtarıcıdır. Düşünün çay içmək əvəzinə kalori alırsan. Karbonhidrat alırsan. Ki mən genəlliklə karbonhidrat. İndi otağımı yığışdıracağam. Sonra isə ingilis dili. Planımı göstərərəm sizə ingilis dilində nələr eləyirəm. Bəlkə işdir. Bəlkə işdir. Gün gələr kimsə məndən aptis haqqında soruşar, təcrübələrimi necə hazırlaşdığımı. Ona görə bugün yadımda qalsın deyə göstərəcəm necə hazırlaşdığımı. Bye. Deməli, kofem burada, kompüterim burada, dəftərim, notlar alıram. British Council'ın ön səhifəsindən belə bir free resources var. Free resources'da istədiyiniz skill'dən imtahan verə bilərsiniz. Daha doğrusu qaydalar var, imtahanlar da var. Kitablar var bunlar, amma eləməyə vaxtım olmuyor. Birazdan eləmişəm bura qədər. Ondan əlavə burada bəzi kitab PDF-lərim var. Succeed in Aptis var. Aptis'in 2020'dəki kitabıdır deyəsən. Buradan işləyirəm. Mən gəldim uzun bir aradan sonra. 0 dərs oxudum. Hardasa 2 saatdır nə işlə məşğul olduğumu göstərəcəm sizə. Kokos almışdıq. İlk dəfə onu yoxlayırdıq. Gəldim Hindistan dövlətindən. Kokosdan nələr elədim bilirsiniz, bilmirsiniz. Nələr eləmədim ki. Bir dənə kokosdan çox şey çıxarmaq olur. Mən də maksimum verimlə ilk olaraq bu qabları çıxartdım. Bilmirəm nə edəcəm. Böyütməli atacağım. İkinci olaraq suyu çıxdı, yəni içində suyu var. Sonra onun içini çıxartdım və suyla blenderdən keçirdim. Onda da süd alınır deyirlər, amma dadına baxmadım. İnanmıram qəşəng ola. Bu arada əyri durub. Suyunu eləyəndən sonra bir dəsmalla onu süzdüm və içində olanları kokos elədim. Kokos, indi bunu qaba boşaldacağım. Bildiğin 230 qram bişmiş makaron və 100 qram da çiğ toyuq. Yaxşı yemək yedim. Hal-hazırda 1300 kaloridəyəm. Artıq asanlar. Az yeyirəm və günün sonunda birikir qalır və gecə mən artıq əl-ayağa düşürəm. Protein şeykləri yemək deyə də bilmirəm. Kreatin səcik. Heç kreatinimdir bu arada.
İndiyə kimi atam için içirdi. Hiç öz pulundan aldığım kreatif. Ben şey krem olmadığı için termosta çalkalayacağım. Gelir. Uzatıram. Biraz normal olsun da içebilirim diye. Ümumiyyətlə bütün supplementlərin dadı mənə iğrənc gəlir. Protein tozu, kreatin. Hamısında bir tam var da. Heç sevmir. İlk qurtumda çox dadlıdır. Ananaslı falan. Sonra Arayılmışım of. Demek ki son bir kez sarılmışız. Protein tozu olarak atamın bu diyet protein tozundan istifadə edirdim, amma heç sarmıyordu. Çünki diyet və içində 0 karbonhidrat, sadəcə protein alabilirdim buradan. Dadı da heç hoşum gəlmir. Bu markalı da. Applied İngiliscəm yaxşıdır. Nutrition. Applied Nutrition. Tamam. Mən bunu artıq bitirirəm. Protein tozu almalıyam və protein tozları çox bahadır. Ən münasib Protein Ocean'da. Amma Protein Ocean'ın laboratoriyada sınandığını görmüşdüm. Verilən dəyərlərdə yaxın idi, yəni vəd etdiyi dəyərlərə, makrolara. Yəni. Düşünürəm ki, ailə evində balıq eləmək çox çətindir. Ailə evi dediyim, yeməkləri özün bişirmədiyin, alış-veriş özün eləmədiyin ev. Çünki deyəcəm niyə? Misal deyirəm, mamam doğğa bişirir. Doğğa çox sevirəm, doğğa ürəkdir. Amma mən o doğğanı yeyə bilmirəm. Çəkdim qoyum, bir yeşə qab doğğa yedim. Yanında da çörək. Yaxşı ki, çörək yemişəm. Kalorisi çox azdır. Yəni 100-dən belə azdır kalorisi. Nə yəni su qatılmış qatıq, içində biraz göyərti. Amma mən ondan 250 milim yemişəm və bayağı toxam. Heç bir şey qəbul eləməmişəm, başa düşdünüz? Heç bir kaloridə qəbul. Birazdan zala girəcəyim və mövzuya atlayıram. Amma birazdan zala girəcəyim və zalda qarşılaşacağım tipajlar ağlıma gəldi. İlk olaraq zalda bu yaşda tək insan mənəm. 30 plus insanlar, qadınlardır. Məni zalda nə narahat eləyir? Treynerlər. Bütün treynerlər deməyək. Amma gördüm 5 treynerin 3'ü zaydı. Özür dilerim sizin təcrübənizdən ya da əmək verərək aldığınız sertifikatlardan. Amma siz bu işi sadəcə pul qazanmaq üçün edirsiniz. İnsanları düşünmürsünüz. Neyini bilirsiniz bu treynerlər? Bu treynerlər bir saat seçir və o saata 10 dənə tələbə götürür. 10 dənə olmasın 8 olsun. Mən bunları gözümdən görürüm. Qrup məşqidə o şey. Fərdi deyil, qrup məşqidir. Zaten bunlara yazılanlar da yazılanların da ağlı yoxdur. Yəni ağır danışırım. Çünki sən qrup məşqində gedirsən, bunu deyirəm, fərqinə varırlar və çıxırlar onlardan. Çünki müəllimlər heç bir verim vermir. Tam qrup məşqin olsun, ona yenə sənə pul ödəyir də, qrup məşqi üçün. Gəlib şəxsən maraqlana bilmir. Sadəcə gəlib belə etmə. Gəl, 10 dənə bundan, 10 dənə bundan, 7. Gedir o birisi qızla maraqla. Oradan ona qışqırır. Elvira, filan şey, Elvira, belə düşsün. Oradan ona baxır. Özü də qasa düşür. Heç kimə də çatdıra bilmir. Çatdırıb nə hərəkəti göstərə bilir, nə də bir şey. Çox əsəbi oluram. Hələ birini gördüm o gün bu qədər qargaşanın arasında bilirsiniz nə elədi? 5 dənəsini də deyək ki, göndərdi hərəkətlərə. Özü də getdi birisi də telefonu açdı, onlayn dərsə qoşuldu. Hələ plus onlayn dərs var onun. Onlayn dərs qədər mənasız bir şey görməmişəm. Bir insan niyə onlayn açıb müəllimənin qabağında idman eləyər və realla orada qoşulanları gördüm ki, bayağı
Açıb telefonu qoyub işte qızlar bunu edin. Qızlar abidik subidik hərəkətlər göstər Allah haqqı. Buradan belə əyilin. Fuck. Həqiqətən arxada tələbələrin səni düzdürsən, burada onlayn da hələ izah eləməyə çalışsın. Bunlara telefon açdı deyir uşaqlar 5 dəqiqə faizi qaçır o birislərlə maraqlanır. Sizcə bu insan işini sevə bilər? Burada sadəcə görürsən də, heç bilmirsən ki, bunu buradan görürsən, amma bunun arxada formunu nə görürsən, nə düz edib səfər ediyini görürsən. İdmanım bitdi. Gedirəm mağazaya. Bəlkə Alivia'ya girdim kosmetik nəsə almağa. Kameram nasıl kalitesi çəkir. Şaşırmalıq. Gedirəm.